Hürmetli tamaşaçılar, Hakkı Sani verilişinin seyyar kamerası Marneolu şehrinde faaliyet gösteren İmam-Əli Məscidinin büyük zalında kuruldu. Bugün biz güzel bir mevzuya müraciət eləmişik. Borçalı'nın ustad aşıqları, ümumiyyətlə daha dəqiq desək, Borçalı Aşıq Məktəbi. Bu haqda sizə geniş və gözəl informasiya vermək üçün Borçalımızın gözəl ziyalısı, gözəl qiraət ustası hər dəfə olmasa da bizim verilişlərimizin əsasında iştirak edən, gözəl sözləri, söhbətləri ilə bizi feyziyab edən, ən yüksək dərəcədə qiraət ustası olan Mürəvə Mustafazadəni studiyamıza dəvət eləmişik. Mürəvə müəllim, xoş gəlmişsiniz. Sağ olun, təşəkkür. Və bizim bugünkü ustadlarımız adlı verilişimizin əsas qayəsi, əsas yükü sizin üzərinizdə düşəcək və siz Borçalı aşıqları, ustad aşıqlarımız ümumiyyətlə kimə aşıq deyilir, kim bu ada, bu müqəddəs ada, bu gözəl ada layiqdir, o vaxtda bir söhbət aça bilərsin. Bismillahirrahmanirrahim. Xoş gördük sizi, hörmətli tamaşaçılar. Bugün siz əzizlərimizə gözəl bir mövzu haqqında Borçalı Aşıq Məktəbi, onun ustad aşıqları və eləcə də sazımız, sözümüz haqqında maraqlı söhbətlər edəcəyik. Bilirsiniz ki, Borçalı bölgəsi yarandığı bir gündən sazın sözü beşiyi olmuşdur. Burada görkəmli elm və incəsənət xadimləri, əmək qəhrəmanları, şair və yazıçıları, eləcə də ustad aşıqlar olubdur. Borçalı bölgəsi özünün getirdiyi bu ustadlarla, şairlərlə Türk dünyasında tanınmışdır. Borçalı Aşıq Məktəbinin ustad aşıqlarının adını biz sadalasaq, böyük bir siyaha alınır. Amma mən istəyirəm ki, bugün dilimizdə tez-tez səslənən Borçalı üçlüyü deyilən bir qrup var. O qrupa daxil olan ustadların adını xatırlamaq istəyirəm. Dədə Əmrah, Xan Kamandar, Ustad Aşıq Hüseyin Saraçlıdır. Hər üç ustad aşıq, aşıq havalarını mükəmməl çalıb oxumaqla, dastan söyləməklə bütün Türk dünyasına tanınmışdır. Bu aşıqlar zamanında öz sözünü deyib gediblər. Ona görə bu aşıqlar Borçalıda tanınmış Borçalı üçlüyünə daxildir. Və onu da deyim ki, bu fəxri adlar ki var, Dədə Əmrah, Xan Kamandar, Ustad Aşıq Hüseyin Saraçlı, Borçalı Bülbülü, Xındı Məmmədə deyildilər. Bu adları el özü veribdir, xalq veribdir. Böyük şairimiz Zəlimxan Yaqub Aşıq Hüseyin haqqında bir Aşıq Hüseyin dastanı yazıbdır. Aşıq Kamandar haqqında, Dədə Əmrah haqqında silsilə şeirlər yazıbdır. O şeirlərin birində yazırdı ki, çox ustadlar gördü gözüm, Əmrah bir gəldi, bir getdi. Telli sazıb meydanına, Əmrah şir gəldi, şir getdi. Gah qış oldu, gah yaz oldu, gah mey oldu, gah saz oldu. Qəlbi coşqun araz oldu, Əmrah gül gəldi, gül getdi. Pərdə-pərdə xanə-xana, hopdu cana, keçdi qana, ocaq kimi yana-yana, Əmrah pir gəldi, pir getdi. Başımıza gəldi nələr, ay Zəlimxan qaldı mələr. Açıldı çox möcüzələr, Əmrah sil gəldi, sil getdi. Bax, bu aşıqlar, ustad aşıqlar zamanında öz sözlərini deyiblər, gediblər. Bilirsiniz, Mürəvə müəllim, aşıq dünyasında, ümumiyyətlə Borçalı aşıqların içərisində bu aşıqların da növləri var. Yaradıcı aşıq var, ustad aşıq var, ifaçı aşıqlar var. İstəyərdik bu haqda öz fikrinizi bildirəsən. Bəli, Əli müəllim, buyurduğunuz kimi bugün Borçalı Aşıq Məktəbinin davamçıları çoxdur. Gənc aşıqlarımız var.
toy şənliklərini, məclislərini yola verirlər. Bəli. Və bu sənəti davam edirlər. Aşıq, Borçalı Aşıq məktəbini davam etdirirlər. Bu mənada biz onlara çox sağ ol deyirik, təşəkkür deyirik. Bəli, Yaxşı ki, varsınız deyirik. Şurada. Amma təəssüflər olsun ki, bu aşıqlar üstadnamə oxumurlar, dastan söyləmirlər. Düzdür, bugün toylarımızda elə bir vaxt yoxdur ki, onlar dastan söyləsinlər. Amma başqa vaxtlarda gəlib, belə studiyalarda dastanlardan parçalar söyləyə bilərlər, üstadnamə oxuya bilərlər. İndi aşıq kimə deyirlər, o haqda danışmaq istəyirəm. Buyur. Hər saz çalan adama aşıq demirlər, o ifaçıdır. Aşıq o adama deyirlər ki, o ustadın yanında dərs alıbdır, ona şəhidlik edibdir. Ustaddan aşıq sənətinin sirlərini öyrənibdir, aşıq havalarını mükəmməl çalıb oxuyur və ustadı ona zəmanət verir ki, sən artıq sərbəst olaraq məclis apara bilərsən və o adamlara biz aşıq deyilir. Bəs ustad aşıqlar kimdir? Bilirsiniz ki, Borçalıda ustad aşıqlar çox olubdur. Aşıq Kəmandar, Aşıq Əmra, Aşıq Sadıq, Aşıq Məmməd, Xındı Məmməd, Nürəddin Qasımlı, Aşıq Məhəmməd, Aşıq Əhməd Sadaqlı, bunlar ustad aşıqlar olublar. Bax, bizim yaşadığımız Yuxarı Sıralı kəndi Borçalıda qədim kəndlərdən biridir. Əvvəllər toy şənliklərində aşıqlar gələrdi. Bu adını çəkdiyimiz aşıqların hamısı gəlib orada məclis aparıblar. Nə qulaq asmışıq. Bəli, sizin yadınıza da olar, çünki siz o məclisdə iştirak elədiniz. Mənim rəhmətli qardaşım Seyid Bir Həşim ağanın toyunda rəhmətli atam Seyid Bir Qasım ağa Aşıq Kəmandarı və Aşıq Əmrahı toya dəvət elədi. Siz də bərabər oxuyurdu. Bəli. Məclis çox böyükdür. Borçalının bütün bölgələrindən ora insanlar dəvət olunmuşdu. Ona görə belə qərara gəldilər ki, toy məclisi 2 gün davam edəsin. O 2 gün ərzində Borçalının tanınmış 2 azman, ustad aşığı, Aşıq Əmrah və Aşıq Kəmandar üz-üzə dayandılar və 2 gün məclis apardılar. İnanırsınız, o 2 gündə onların çalıb oxumadığı saz havaları qalmadı. Bütün dastanlardan parçalar söylədi. İnsanlar, adamlar dağılmaq istəmirlər. Çünki onların oxuduğu havalar, çaldığı havalar insanların ruhunu oyatmışdı, ruhunu cəlb eləmişdi. Mən bu aşıqların məclisində çox olmuşam. O aşıqlar məclisi başlayanda üstadnamə ilə başlayırlar. Müxəmməsilə bitiriblər. Üstadnamə nədir? Üstadnamə sadəcə neçə olur? Orada nə oxuyurlar? Üstadnamə sadəcə 3 olur. Birinci üstadnamədə Allaha tərif deyirlər. İkincidə Peyğəmbərə, imama tərif deyirlər. Üçüncüdə isə cənnət, cəhənnəmi varlığından danışırlar. Bax, aşıqlar üstadnaməni belə oxuyurlar, bir məclisi belə başlayırlar. Məclisin sonunda, dastan söyləyəndən sonra məclisi müxəmməs ilə bitirirlər. Bəs müxəmməs nədir? Bilirsiniz ki, Allah Taala ilə başlayan məclis Peyğəmbərlik silsiləsi Məhəmməd Peyğəmbərin adıyla bağlanır. Çünki Peyğəmbərlik Məhəmməd Peyğəmbərlə xətm olundu, bağlandı. Bax, ustad aşıqlar o aşıqlara deyirlər ki, onlar ustadnamə oxuyur, dastan söylüyor, müxəmməsilə məclisi bitirirlər. Kısaca olarak sizden bir şey de isteyeceğim. Bəs nə üçün indiki məclislərimizdə dastan aradan qalxıbdır, dastan söyləmirlər. Halbuki dastansız bizim dədə-babadan yadımızdadır ki, elə keçən əsrin ortalarına qədər də eliydi ki, elə bizim Saral elində mütləq aşıqlar məclisdə ağsaqqallar üçün ayrıca otaq, ayrıca çadır qurulardı və orada aşıqlar dastan söyləyərdi. İndi niyə onu biz həsrət qalmışıq? Bu haqda sizdən bilmək istəyirik. İndi Ali müəllim, toylu şənliklərində vaxt azdır, dastanlar da çox vaxt tələb edir. O indiki aşıqlar onu vaxt tapıb oxuya bilmirlər. Onlara məsləhət edirik ki,
Bax, belə studiyalarda, belə verilişlərdə gəlib dastanlardan parçalar söyləyə bilərlər. Ancaq parçalar, bəli, elə yerdə bilərik, saxlaya bilərik. Mirağa müəllim, maraqlı bir şey də ortada var. Həmişə də bunu tamaşaçılar, aşıqlara qulaq asanlar, saz sevərlər məclislərində bu sözü işlədirlər. Nə üçün sazı ağaçdan düzəldirlər, halbuki müasir devirdə biz onu başqa bir materiallardan düzəldə bilərik. Və bir də onun köynəyi nə üçün qaradır? Əli müəllim, çox gözəl yerində deyilmiş bir sualdır. Bütün musiqi alətləri, saz, tarımız, kamanımız, qara zurnamız, nağaramız ağaçdan düzəldilmişdir. Bu alətlər hər hansı bir materialdan düzəldilməlidir. Əgər ağaçdan deyil, başqa bir materialdan düzəlmiş olsaydı, onda da soruşaydınız ki, niyə bu materialdan düzəldir? Elədir. Amma ağaçdan düzəlməsi haqqında ustadlarımızın və şairlərimizin deyimləri var, fikirləri var, baxışları var. Müxtəlif baxışlar, nəzəriyyələr var. Yaxşı olar ki, biz aşıq ədəbiyyatına, şifahi xalq ədəbiyyatına müraciət edək. Orada sazın niyə ağaçdan olması, köynənin niyə qarasız olması haqqında da deyimlər, fikirlər vardır. Saz əvvəllər üç telli olur. Rəmzi olaraq biri Allaha, biri Peyğəmbərə, biri imama işarədir. Sonradan sazın pərdələri artdı, aşıqları artdı. O sazın simlərini bərkidən qurğular ki var, onlara aşıq deyirlər. Onların sayı 9-dur. Bu da rəmzi olaraq ona işarədir ki, İmam Hüseyin Aleyhisselamın 9 evladına aşıqlıq verilmişdi, imamlıq verilmişdi. Bütün ustadlarımız o imamların hərəsinə birinə aşiqdir. Həzrəti Musa Aleyhisselam Allah Teala ilə kəlmələşəndə səda gəldi, ya Musa, bugünkü söhbətimizi məmləkətdə heç kimə danışma. Öz aramızda qalsın. Öz aramızda baqi qalsın, zamanı gələndə biz sənə icazə verərik, danışarsan. Musa Peyğəmbər gəldi, məmləkətdə gördü, toy şənliyidir, ozanlar çalıb oxuyur. Diqqət elədi, gördü ki, hansı kələmləri ki Allah Teala demişdi, ozanlar onu açıb çalıb oxuyurlar. Təəccüb elədi. Növbəti dəfə Allah Teala'nın görüşünə gedəndə buyurdu, İlah pərverdigarı, məni bağışla, mən belə söz vermişdim sana ki, heç kimə deməyəcəm. Amma getdim, gördüm məmləkətdə bunu ozanlar çalıb oxuyurlar. Səda gəldi, ya Musa, qəm eyləmə gəlin. Ozanlar da bizdəndir. O hüküməti, o elmi, onlara da biz veririk. Deməli, ustadlarımız aşiqdirlər. Aşiq sözünün bir mənası da aşiq olmaq deməkdir. Kimə aşiqdir? Şagird öz ustadına aşiqdir. Ustadı da imama aşiqdir. İmam Peyğəmbərə, Peyğəmbər də Allaha aşiqdir. Deməli, bütün ustadların bir ustadı var, o da Tanrı özüdür. Bəzi ustad aşıqlarımız özləri üçün ləqəb qəbul edirlər. Məsələn, bugün tanıdığımız ustad Bozalqanlı ustad Aşıq Hüseyin Şəmşirli. Bu ustad aşığımız öz yaşadığı ərazinin, məkanın adını özünə ləqəb götürmüşdür. Amma burada başqa bir uzlaşma da var. Şəmkir rayonunda Bozalqanlı kəndi var mı? Biz deyirik ki, Bozalqanlı ustad Aşıq Hüseyin Şəmşirli. Eləmi? İmam Hüseyin Aleyhisselam tarixdə var ki, Mədinədən köç edib Kərbalaya gələndə Ömər Sədin qoşunla üzləşdi. Orada iki qoşun, iki dəstə döyüş yapardı. Biz qılıç deyirik, xəncər deyirik, ərəblər şəmşir deyilir. İmam Hüseynin şəmşiri var idi. Şəmşirlə döyüşürdü. O Kərbala səhrası o vaxtı boz səhra idi. İmam Hüseyin orada şəhid oldu. Onu şəhadətə çatdırdılar, qanı töküldü. O boz səhrada onu al qanına boyadılar. Şəmşirinlə döyüşürdü. İndi aşığımız özünə ləqəb götürür. Boz səhrada al qanda boyanmış şəmşirli ustadı Hüseynə aşıqdır. Baxın, uzlaşmaya baxın. Bozalqanlı ustad Aşıq Hüseyin Şəmşirli deyirik. Burada da deyirik ki, boz səhrada al qanda boyanmış ustadı şəmşirli Hüseynə aşıqdır.
Bu qədər təsadüf Üç müqayisə dənə. ola bilməz. Gözlərsiniz ona yapışır. Ha? İndi o aşıq havaları var. Aşıq havaları necə yaranırdı? Biz dedik ki, İmam Hüseynin 9 evladına imamlıq verilirdi, eləmi? Hər bir evladın müsibətində bir aşıq havası yaranırdı. Məmməd Bağrı deyirik, Mansuri havası var, Dirqəmi var, Yanıq Kərəmi var. Bunlar xalqın dərdini, qəmini sazla deyiblər. Koroğlu cəngisi var, Misri havası var, ruhani havası var. Bunlar da insanları ruhlandırmaq üçün yaranırdı. Sazla bərabər Azərbaycan xalqının milli musiqi adətlərindən biri də tarımızdır. Tarımız vasitəsilə 14 muğam ifa olunurdu. Muğamatın 14 növü var. İslamda da 14 məsum var. 12 imam, Peyğəmbərimiz və onun qızı. Hər bir məsumun müsibətində bir muğam məsləhətdir. Bax, bizim sazımızın, tarımızın hikməti, sirri buradan əmələ gəlir. O ki, qaldı, niyə ağaçlandı, niyə köynəyi qaradı? Şifahi xalq ədəbiyyatında belə bir şeir var, deyim var. Sadım, səndən xəbər alın. Sənin əslin ağac döymür. Ağac dedim, ruhdan düşmə. Xurma da var, ağac döymür. Çağırın gəlsin aşığı, məclislərin yaraşığı. Həsən Hüseynin beşiği, o da vardı, ağac döymür. Qaraca olan batıb yasa, mən qurbanam ixtilasa. Həzrət-i Musadakı hasa, o da vardı, ağac döymür. Mənə qara deyən gözəl, qaşların qara döymür. Ala gözə siyah sürmə, çəkibsən, qara döymür. Oxuyuram Gülhüvallahı, çağırıram Qadir Allahı. O Kəbi Beytullahın qolları var, qara döymür. Asılıb göyün deşiyi, aləmə düşüb işığı. Həsən Hüseynin beşiği, örtüyü var, qara döymür. Koroğlu verib salamı, gəzibdir küllü aləmi. Xaliqin gövhər kəlamı, yazısı var, qara döymür. Bunlar rəmzi olaraq işarə olunur ki, İmam Həsənlə İmam Hüseynin beşiği ağaçdan düzəldilib, onun örtüyü qara olduğuna görə, bugün Kəbənin örtüyü qara olduğuna görə sazın da köynəyi qaradır və saz ağaçdan düzəldir. Müasir aşıqlarımızın giyimi haqqında da mübahisə gedir. Bəziləri xeyir işlərimizə, toy nişanlara müasir giyimdə gəlir, qalstuk bağırır, kostyum şalvar geyinir. Bəziləri isə aşıq paltarından gəlirlər. Nə təti, xalatdır, cibli, belində kəmər, bayaq dediniz, sonra aşağıda çəkmələri filanları. Bu haqda mübahisəli fikirlər var. Biri deyir olar, biri deyir olmaz. Bu haqda fikrinizi deyil. Müəllim, çox gözəldir, devir dəyişibdir. Əvvəllər aşıqlar, eləcə də digər sənət adamları öz sənətlərinə uyğun olaraq geyimlər geyinirlər. Məsələn, qori müəllimlər seminariyasında müəllimlər və tələbələr xüsusi geyim geyinirlər. Məktəbin Şeyxlərimiz, axundlarımız xüsusi geyinirlər. Həkimlər, hərbiçilər, polis işçilər xüsusi geyim geyinirlər, cəmaat arasında seçiliblər, fərqləniblər. Eləcə də ustad aşıqlarımız, başında buxara papaq, belində kəmər, əyağında xurum çəkmə, qalfeli şalvar geyiniblər. Biz başqa mütəxəssislərin geyimlərində işimiz yoxdur, aşıqların geyimi haqqında danışmaq istəyirəm. O kəmər ki, aşıqlar belinə bağlayır. Bilirsiniz ki, biz hərflər vasitəsilə oxuyub yazmağı bacarırıq. Hərfləri tələffüz edəndə müəyyən səslər çıxır. İncə səslər, qalın səslər. Bütün hərflərin, səslərin mərkəzi kömək nahiyəsindən gəlir. Aşıqlar o kəməri bağlamaqla oradan gələn səsi tənzimləyirlər. nəfəsi Çünki məclis 2 saat, 3 saat davam edirdi. Ona mikrofonsuz oxuyurdular. Bəzi insanlarda isə səsin mərkəzi beyindən gəlir. Onu da papaq tənzim edirdi. Ona görə papaq qoyurdular. Qaldı ki, çəkməsi, xurum çəkmə, aşıqlar məclisdə varcal edirdilər. O zaman mikrofon yox idi. Gəncəli şəhərdə səs sərganda eşidilsin. Və bugün ayrı-ayrı bölgələrdə Şirvan aşıqları, məsələn, çalıb oxuyanda o sazın ritminə uyğun olaraq Gülvar rəqs edirlər.
Əgər tihtaban doğru giyinmiş olsaydılar, o rəqs çətinləşir. O xrom çəkmə, o hərəkəti, o rəqsi yüngülləşdirir. Qalferi şalvar isə elədir ki, dizə qədər enli balaq şalvardır, dizdən aşağı isə nazikdir, o çəkmənin boğazına yerləşir. Bu aşıqların geyimi idi. Təəssüflər olsun ki, bugün dediyiniz kimi aşıqlar efirə çıxır, boğazında qarışdıq, barmağında üzük, çiz şalvar və s. Biz bunların əksinə deyilik, dövr belə tələb edir. Amma hər bir aşığın, hər bir sənətkarın müəyyən geyimi olsa daha yaxşı. Mən də onun tərəfdarıyım. Həmişə sən bizim tədbirlərimizdə olanda, çəkilişimizdə olanda tamaşaçıların xoşuna gələn gözəl şeirlər deyərsən və onların bizim çəkilişə münasibəti ilə oradan da daha da gözəl düşər. Çox gözəl. Bəlkə şeir deyəsiniz. Bəli. Bugün biz ustad aşıqları dedik. Həmin ustad aşıqlardan biri də Aşıq Məhəmməd Sadaqlıdır. Mən onunla çox ünsiyyətdə olmuşdum. Hətta 10 günlük Türkiyə səfərimiz olmuşdu. Aşıq Məhəmməd özü dastan bəstələyib, nağıl söyləyib və şeirlər yazırdı. Onun yazdığı şeylərdən birini burada deməklə onun ruhunu şad eləmək istəyirəm. Ey yaradan, dərd verirsən, dərman səndə mən kiməm? Dərdlərin dərmanısan, xudavand da mən kiməm? Sən yarattın, mən yarandım, ver qismətimi dolanım. Yaranmışa rozu verən sənsən, xudavand da mən kiməm? Xalq eylədim bu dünyanı, həm şirindir, həm acı. Kimiyə zəhər verdin, kimiyə verdin tacı. Namərd qalsa tərəqqiyə, mədin olmaz əlacı. Sənə inanmayan olar bir şilbəndə mən kiməm? Sadaqlı Aşıq Məhəmməd, şahı mərdin pənahın. 12 imam, şahı mərdan, bir də o qibləgahı. Dinim Məhəmməd dilidir, çox sevirəm Allahı. O kəslərdə haqqı əziz bəndə mən kiməm? O kəslərdə haqqı əziz bəndə mən kiməm? Hörmətli tamaşaçılar, bu müqəddəs məkandan bütün Gürcüstanımıza, Gürcüstanın bir bölgesi olan Borçalımıza ve orada yaşayan Azərbaycanlıların hamısına xoş gün, xoş güzaran arz edirik. Hamınızı təbrik edirik. Bu xoş günümüz, mübarək günümüz münasibətilə və vaxt ayırıb bizim verilişə vaxtınız üçün tamaşaçılarımıza xoş gün, xoş güzaran arz ediyorum. Sağ olun, gələn görüşlərə qədər. Ya Allah.